Cəfərzadə İsrail Namiq oğlu, igid Azərbaycan əskəri, baş kəşfiyyatçı. 2000-ci ildə Bakıda anadan olmuşdur. Kiçik yaşlarından idmanda, təhsildə, vətənə olan sevgisində seçilən biri olmuşdur. 2019-cu ildə hərbi xidmətə yollandı. Xidmətinin ilk günlərindən fərqləndi. Xüsusi təyinatlı kəşfiyyat qrupuna seçildi. 2020-ci ildə Vətən müharibəsində Talış və Suqovuşan istiqamətlərində qəhrəmanlıq göstərdi. 20 nəfərlik kəşfiyyat qrupuna rəhbərlik etdi. Minalanmış əraziləri təmizlədi. Döyüş yoldaşlarını xilas etdi. Dəfələrlə yaralansa da döyüşü tərk etmədi. Və nəhayət 17 oktyabrda 530 yüksəkliyi uğrunda gedən döyüşdə şəhidlik zirvəsinə ucaldı. Cəfərzadə İsrailin igidlik dolu hekayəsi Aydan Ələkbərovanın təqdimatında.